Salam dostlar. Bugün size TikTok'ta hiçbir yere şifre dahil etmeden tamamen güvenli bir şekilde gerçek takipçileri yalan dolan olmadan, hileye ihtiyaç olmadan, hilesiz bir şekilde hesaplarınıza necə göndərə bilərsiniz bunu göstereceğim. Suretli bir şekilde. Sadece videonun sonuna kadar izleyin dostlar. İndi ise adımları süratli bir şekilde kesit edeceğim. Dostlar ilk önce sizden xahişim kanalımıza abone olursunuz, videonu beğenirsiniz ve TikTok adınızı yazsanız bu şekilde sizlere xidmətləri test etməyiniz üçün takipçi bəyəni baxış hədiyyə edə bilərik. Heç bir şifrə daxil etməyə ehtiyac yoxdur. İndi isə gəlin görək güvənli bir şəkildə hesablarımıza takipçinizi göndərə bilərik. Sadəcə sizdən xahişim videonu sona qədər izləyin. Hər addımdan xəbərdar olasınız. Çox asan bir şəkildə heç kimi ağzı açmadan siz də takipçi sayınızı yüksəldə biləcəksiniz. Gəlin addımlara keçid edək. Dostlar ilk önce gördüğünüz gibi TikTok hesabınıza daxil olursunuz. Hesabınıza daxil olduqdan sonra sağda yuxarıda 3 xət var. Bura daxil olursunuz. Bura daxil olduqdan sonra məxfilik bölümünə gəlirsiniz. Hesabınız əgər gizlədirsə hesabınızı hər kəsə açıq halda edirsiniz. Gizli hesablara takipçi göndərmək qeyri-mümkündür. Bu da mənim TikTok hesabımdır. Hesabımı da takip eləməyi unutmayın. Buradan yeniliklərdən xəbərdar ola bilərsiniz. Instagram olsun, YouTube xidmətləri olsun, fərqi yoxdur. Buradan məlumat videoları paylaşıram dostlar. Gəlirsiniz TikTok hesabınıza. Hesabınızın profil şəklinizin altında ət işarəsi var. Toxunursunuz ora. İstifadəçi adınızı kopyaladınız. Kopyaladıqdan sonra Google'a gəlirsiniz. Takipçi.com yazırsınız. Çıxan ilk yaşı logolu saytdır. Bu sayta daxil olursunuz. Sayt Azərbaycan saytıdır. Tamamen güvənli bir şəkildə. Dediyim kimi 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Hesablarınıza takipçi göndərə bilərsiniz. TikTok paketlərinə daxil olursunuz. Buradan TikTok takipçi satın al paketinə daxil olub istədiyiniz paketi götürüb hesablarınıza takipçi göndərə bilərsiniz. Bot takipçi deyil. Gerçək takipçilərdir dostlar. Bilginiz olsun.